إن الذين كفروا سواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون. Ey Resulüm! Həqiqətən də kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün fərq etməz. Onlar qəlblərindəki bütləri atıb, vahid olan Allaha iman gətirməzlər. ختم الله على قلوبهم وعلى سمعهم وعلى أبصارهم غشاوة ولهم عذاب عظيم. Allah onların günahlarının nəticəsində ürəklərinə və qulaqlarına möhür vurmuşdur. Gözlərində isə qəflət pərdəsi vardır. Onları qiyamət günü böyük bir əzab gözləyir. وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ. İnsanlardan elələri də vardır ki, iman gətirmədikləri halda, biz Allaha və axirət gününə iman gətirmişik, deyirlər. يخادعون الله والذين آمنوا وما يخدعون إلا أنفسهم وما يشعرون. Onlar belə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Əslində isə onlar özlərini aldadırlar. Bunu isə başa düşmürlər. في قلوبهم مرض فزادهم الله مرضا ولهم عذاب أليم بما كانوا يكذبون. Onların ürəklərində mənəvi bir xəstəlik var. Allah onların xəstəliklərini daha da artırar. Yalan söylədiklərinə görə də onlar üçün ağırlı əzab var. وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ. Onlara yeryüzündə fəsad törətməyin deyiləndə, bizim işimiz yalnız yaxşılıq etməkdir, deyirlər. ألا إنهم هم المفسدون ولكن لا يشعرون. Bilin və agah olun ki, fəsad törədənlər onların özləridirlər. Lakin bunu anlamırlar. وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ
ألا إنهم هم السفهاء ولكن لا يعلمون. Onlara digər insanların iman gətirdikləri kimi siz də iman gətirin deyildiyi zaman, biz də səfihlərin iman gətirdikləri kimi iman gətirməliyik deyirlər. Bilin ki, səfih onların özləridir, lakin bunu bilmirlər. وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَى شَيَاطِينِهِمْ قالوا إنا معكم إنما نحن مستهزئون. Və iman gətirənlərlə üz-üzə gələndə biz iman gətirmişik deyirlər. Amma öz şeytanları ilə tək qaldıqda biz sizinləyik, möminləri ancaq ələ salmışıq deyirlər. Allahu yestehzi'u bihim ve yemudduhum fi tuğyanihim ya'mahun. Allah onlara istehza eder və onları öz üsyanlarında, azğınlıqlarında, heyrətdə qaldıqları halda saxlar. أولئك الذين اشتروا الضلالة بالهدى فما ربحت تجارتهم وما كانوا مهتدين. Onlar hidayəti verib zəlaləti alan şəxslərdilər. Onların mənəvi alveri fayda vermədi və hidayət tapmadılar.